Şüarla hərəkət həlaka doğru gedir. Kərbəla şüarla hərəkət deyil, şuurla olan bir hərəkətdir. İmam Hüseyin əleyhissalam körtəbii şəkildə ayağa qalxmayıb. İmam Hüseyin əleyhissalam fədakarlıq məktəbini qoydu. İnsanlar ondan əqidə uğrunda fədakarlıq öyrəndilər. Belə bir şeir var ki, bu İmam Hüseyin əleyhissalama bəzən hədis kimi nisbət verilir, amma hədis deyil, bu bir şeirdir. Əgər cəddim Rəsullahın dini yalnız mənim qətlimlə düzələcəksə, ey qılınclar vurun məni, dayanmayın, vurun məni. Halı budur İmam Hüseyin əleyhissalamın. Zamanı halı buydu. Bizə səbr öyrədir Kərbəla, bizə səbr öyrədir. Sabit qədəmli öyrədir. Səbir Allah yolunda bir nurdur, Allah yolunda hidayətdir. Səbir bütün mənalarıyla Kərbəlada təcəlli eləyibdi. Və bunun da ən böyük timsalını biz xanım Zeynəb salamullahi əleyhada görürük ki, bir səbir dağıdır. İmam Hüseyin əleyhissalam məktəbi bizə dini şuur və bəsirət öyrədir. Bir var şuar, bir var şuur. Bir-birinə yaxın sözlərdir. Bəzən insanlar şuurla deyil, şuarla hərəkət eləyirlər. Məsələn, xəvaricin üslubu buydu. Xəvaric inil hakum illa lillah. Hökm yalnız Allaha məxsus. Hökm yalnız Allaha məxsus. Bu ayəni oxuyurdular. Ya Əli sən küfr elədin, sən hökm istəyirsən. Əleyhissalam deyir ki, bəli, hökm Allaha məxsusdur. Amma Allah deyir, bir ayədə humul fasiqun, bir ayədə humul zalimun. Allahın nazil etdiyi ilə hökm etməyən. Mən Allahın nazil etdiyi ilə hökm etmək istəyirəm. Hakim olması şərtdir. Amma bunlar şuarla elə, hara getdilər, şuarla hərəkət elədilər. Şuarla hərəkət həlaka doğru gedir. Kərbəla şuarla hərəkət deyil, şuurla olan bir hərəkətdir. İmam Hüseyin əleyhissalam körtəbii şəkildə ayağa qalxmayıb. İmam Hüseyin əleyhissalam bir hədəf və bir məqsədlə ayağa qalxdı ki, ümməti qəflətdən oyada bilsin. Ümməti anlasın ki, ey ümmət, ağ ağdı, qara qaradır. Ağa qara deyib dayanmayın. İnandığınız kimi yaşayın. Bir şeye bu cür inanırsınız ama yaşamınız tamam başka bir şeydir. Sabah el olacak ki, elə yaşadığınıza inanacaqsınız. İmam Hüseyin əleyhissalam məktəbindən biz şəhadətin, şəhidliyin həqiqətini öyrənirik. İmam Hüseyin əleyhissalam ölməyib. Yəni bu sadə bir insan deyil. Falan tarixdə doğuldu və falan tarixdə də vəfat etdi, ya şəhid oldu, hə bitdi, bu ilə bitdi yox. Biz hər ilk İmam Hüseyin əleyhissalamı xatırlayırıq. Bu sadəcə bir anım mərasimi deyil. Bu mərasimdən bizim məqsədimiz biz İmam Hüseyin əleyhissalamın məktəbindən bu dəyərləri öyrənməkdir. Bu dəyərləri ki biz burada eşidirik, zehnimizə həkk olur, bunu təsəvvür edirik, düşünürük, bunu hissimizə köçürməkdir, duyğularımıza köçürməkdir və yaşamaqdır. Şəaril Hüseyniyə var ha, ki məsələn sinə vurmaqdır, ağlamaqdır, rozədir ki bunlar şəaril Hüseyniyyədir. Bunlar elə bu səviyyədə də qalmamalıdır. Bunlardan məqsəd biz dərk etdiklərimizi qəlbimizə köçürməkdir, hissimizə, duyğularımıza köçürməkdir və bunları yaşamaqdır. İmam Hüseyin əleyhissalam bizə göstərdi ki, pak qan zalim qılınca qalib gələ bilir və hər zaman qalib gələ bilir.